Hər vaxtınız xeyir, əziz tələbələr. Mən Pərviz Gürova. Sizə mövzu sınağının izahlarını qeyd edəcəyəm. Birinci növbədə başlayacağıq dinləmədən. Bilirsiniz ki, dinləməyə 2 dəfə qulaq asma şansınız var və hər birinə də 2 dəqiqə vaxt verilir ki, siz sualları diqqətlə nəzərdən keçirəsiniz. Əvvəla 2 dəqiqə vaxtınız olduqda mütləq şəkildə özünüz üçün açar sözlər təyin edirsiniz və açar sözləri təyin etdikdən sonra variantlara baxmağa çalışın, tərcümə etməyə çalışın ki, siz dinlədikdə onları analiz edə biləsiniz. İlk öncə baxırıq birinci sualımıza. Birinci sualımızda bizdən cümləni tamamlamağımızı istəyir və fikir verirsiniz ki, 5 variantda adlar qeyd olunub. Artıq biz diqqətlə qulaq asmalıyıq ki, Richard-a e-mail vasitəsilə bu şəkli kim göndərmişdi? İkinci sualda bizdən hansı sualın cavabının olduğunu soruşur. Deməli, burada belə bir mövzular olacaq, amma əsas bizə gərəkli olan odur ki, what did Sarah write about in her last email? Sara sonuncu mailində nə haqqında yazırdı? Bu haqda görək düz məlumat tapa biləcəyikmi? B-də deyir ki, how did Carlos help Richard? Carlos Richard'a necə kömək edirdi? Görək necə kömək etdiyi barədə bir məlumat varmı? How long had Richard been in Thailand? Richard Taylandda nə qədər müddət olmuşdu? Onun olduğu müddət haqqında məlumat verilibmi? Belə bir nüans da var, buna da toxunmaq istəyirəm. Bəlkə Richard Taylanda getməyib başqa bir ölkəyə gedib və orada qaldığı müddət haqqında verilib, bu da sizi çaşdırmasın. Çünki bəzən bu nüanslar sizi çaşdıra bilər. Tayland olduğuna fikir verməliyik və müddətin olduğuna fikir verməliyik mütləq şəkildə. Deyir də, what was Jackie laughing at in the picture? Deyir ki, Jackie şəkildə nəyə gülürdü? Bəlkə orada sadəcə qeyd edir ki, Jackie gülürdü. Nəyə güldüyü haqqında görək məlumat verilibmi? Və yaxud da bəlkə gülən başqa bir şəxs, Sarah'dır, Carlos'dır və s. Adlar olduqda da mütləq şəkildə adlara diqqət yetirməlisiniz. Who took the picture of the group? Deyir ki, yəni qrupun şəklini kim çəkdi? Görək belə bir məlumatlar olacaqmı? Yəni açar söz təyin edin dedikdə bunlar nəzərdə tuturam. Üçüncüdə yeni cümlə tamamlamaqdır. When the photo was taken. Şəkil çəkiləndə görək hansı proses baş verirdi. A-da deyir ki, Richard Saraya qulaq asırdı. B-də Richard Stephanie'nin yanında oturdu. C-də Richard qara köynək geyinmişdi. D-də deyir ki, Carlos sandal geyindi. Y-də də Jackie Markın arxasına dayandı. Görək bu proseslərin hansı baş verir, bunları nəzərdən keçirməliyik. Dördüncüdə isə düzgün ifadəni soruşur bizdən. Burada da əsas nüanslar ikincidə qeyd etdiyim kimidir. Ola bilər buradakı informasiyalardan oxşarını eşidəsiz. Amma insan adları fərqli ola bilər, ölkə adları, şəhər adları fərqli ola bilər. Bu nüansa fikir verməlisiniz. Sarah was a team leader who had been teaching for 2 years. Sara deyir ki, həmin komandanın lideri idi, hansı ki 2 ildir ki, yəni onları öyrədirdi. Görək bu şəxs Sara olubmu? B-də Richard'ın ad günü Melanie ilə eyni gündə olub. Buna diqqətlə baxacağıq. Jackie is working in London now. Jackie indi Londonda işləyir. Görək, həqiqətən indi Londonda Jackie mi işləyir? Richard was shy but really friendly person. Richard utancaqdı, lakin səmimi bir insandı. Mark had already finished this project before the trip. Mark səyahətdən əvvəl öz proyektini artıq bitirmişdi. Görək bu informasiyalar doğrudurmu? 5-də what did Richard think of teaching? Richard öyrətməklə bağlı nə düşünürdü? O düşüncəsini qeyd edəcək və görək bunlardan hansı olacaq. A-da deyir ki, o utancaq insan idi ki, dərslərində konsantre ola bilmirdi. B-də deyir ki, o düşünürdü ki, uşaqlara rəftarın necə davranması öyrətməyin çətin idi. He found it interesting to teach kids. O, uşaqları öyrətməyi maraqlı hesab edirdi. He thought teaching was not as prestigious as it should be. O düşünürdü ki, öğretme olduğundan da prestijli değil göründüğü kimi. Y-də, he believed teaching helped him become more confident. O inanırdı ki, öğretmə onu yəni daha da confident olmağa, özünə güvənən olmağa təşviq edəcək, kömək edəcək. Deməli, biz əsasən dinləmədə bu hissələrə qulaq asmalıyıq və əgər ki, bu dediyimiz nüanslara diqqətli şəkildə fikir verməliyik ki, görək həmin informasiyalar orada verilibmi? Dinləməni qoşuram, diqqətlə dinləyirsiniz, həmin hissələrə nəzərdən keçirirsiniz. Qulaq asaq. Oh wow, Stephanie, look at this photo my friend Lara sent me by email. It was taken at a garden party we had in the summer.
when I was in Thailand teaching English a few years ago. How long were you there? About 8 weeks, but we all had a great time. Where are you? I can't see you. That's me in the back, almost hidden. I'm sitting next to Carlos, who is wearing the pink shirt. I'm wearing a white shirt. I didn't know they were taking the photo. That was a wonderful group of people. I'm listening to Sarah telling a joke. She was from Manchester. The blonde girl? Yes, I still hear from her sometimes. She sent me an email only last week. Now she's working in London. The guy sitting next to you is Carlos, you said? Yes, a very shy person, but really friendly once you get to know him. He was from Bogota, and he was one of the best teachers there. He gave me so much help. What about the girl sitting in front of you drinking a Coke? Melanie, I think. She was from San Francisco, and our birthday was the same day. She just wanted to sunbathe every day, I remember. What about the girl who's laughing? She was also English. Her name was Jackie. She was the team leader. She had been teaching there for about 2 years. Did you like teaching English? Were you teaching kids or adults? It was fun, and we were teaching the kids out there. Who's that good-looking guy on the right wearing the sandals? He was Mark. He was only there for the last couple of days. He was a new arrival, so he was going to teach the following few months. I think he was Irish. Okey. Dinləməyə əsasən biz artıq təyin edirik ki, cavablarımız nə olacaq? Çünki diqqətlə nəzərdən keçirmişdik. Dinləməyə əsasən orada qeyd edirdi ki, Richard'a e-maillə şəkili göndərən şəxs Lara idi. İkincidə hansı sualın cavabı var dedik. Burada isə bizə qeyd etdi ki, Richard Taylandda nə qədər müddət qalmışdı. Və digər sualların fikir verdinizsə, ya votun cavabı yox idi, ya məsələn insan adları fərqli idi. Yəni bu hissələri mütləq şəkildə nəzərdən keçirməlisiniz. Üçüncüdə şəkil çəkiləndə nə baş verirdi? Onların məkanı, yerləri haraydı? Bax, buna fikir verdi ki, orada deyir ki, Richard Saraya qulaq asırdı, Saraya dinləyirdi. Burada da olacaq A variantı. Dördüncü bizdən doğru cümləni istəyir. Orada doğru ideya bir dənə B idi. Çünki deyir ki, Richard'ın ad günü Melanie ilə eyni gün idi. Digər informasiyalar isə fərqli idi. Və dördüncüdə olacaq B variantı. Beşinci, what did Richard think of teaching? Richard öyrətməklə bağlı nə düşünürdü? Orada da qeyd edir ki, o ümumiyyətlə uşaqlara öyrətməni maraqlı hesab edir. Və burada da olacaq C variantı. İndi isə gəlin mətnlərə keçək. Mətnlərə də keçdikdə, mətnləri işlədikdə çalışın həmişə suallarla birlikdə işləyin. Birinci sualları nəzərdən keçirin, sonra isə mətni analiz edərək sualların cavabını tapmağa çalışın ki, vaxtınıza da qənaət etmiş olasınız. 6.1-də qeyd edir ki, workers work hard in order to improve the performance of their companies. İşçilər şirkətlərinin performansını inkişaf etdirmək üçün, artırmaq üçün çox çalışırlar. Bunun səhv və düz olduğunu biz təyin edə bilərik. Birinci abzasımızda ikinci cümlədə belə bir qeydimiz var. Employees work hard and do hours of unpaid overtime to make their firms more efficient. Fikir verirsiniz, to make their firms more efficient ifadəsi, to improve the performance of their companies ifadəsi ilə eynidir. Sadəcə parafraz edilmiş versiyadadır. Buna görə də bizim cavabımız olacaq true. Yəni burada artıq biz true versiyasını götürəcəyik. Sonra isə 6.2-də junior staff scarcely cancel their holidays with their family. Scarce ifadəsi yoldaşlar cümlədə varsa, bu həmin cümlənin inkar edir. Deyir ki, bu gənc heyət öz ailələri ilə bayramları heç ləğv etmirlər. Amma burada bizə belə bir cümlə var. If necessary, they give up weekends with the family to go on business trips. Əgər zəruri olursa, onlar biznes səyahətlərinə getmək üçün ailələrlə həftə sonunu keçirmirlər. Give up, tərk etmək, keçirmək deməkdir. Və burada da biz görürük ki, artıq onlar öz ailələrlə tətillərini heç ləğv etmir ifadəsi yanlış olacaq. False, yəni ləğv edirlər.
So, 6.3'də there is a powerful connection between employees and employers in Japan. Yaponiyada işçilər və müdir arasında güclü connection var. Bu ifadə bizə daha çox harda verilib? Həm birinci cümləmizdə də qeyd olunub ki, there is close relationship between the worker and his company. Həmçinin bizim axırıncı cümləmizdə də belə bir qeydimiz var ki, the system of lifetime employment creates strong link between enterprise, its workforce. It covers about 35% of working population. Bu hissələrdən də nəzərən biz nəticə çıxara bilərik ki, bu artıq true informasiya olacaq. 6.4'dən an employee's seniority influences his salary. İşçinin gəncliyi onun maaşına təsir edir. Yəni onun bir növ gənc yaşda olması, innovativ olması. Bu haqda da bizə qeyd olunub ikinci abzasımızda. Diqqətli şəkildə nəzərdən keçirək. Orada qeyd olunmuşdu ki, buradaydı ki, the pay of worker depends on his seniority, that's to say on the years he has been with the firm. Yəni onlar uzun müddət işlədikcə maaşları da artıq onların işlədiyi müddətdən asılı olur. Deməli, maaşımıza təsir edir. It's called true. Deməli, bu true hesab olunacaq. 7-də, if there is no longer any work for a Japanese employee, burada qeyd edir ki, əgər Yapon işçisi üçün heç bir iş olmasa, nə proses baş verər? Bu haqda bizə detallı ikinci abzasda belə bir şey qeyd olunub ki, baxın, diqqətlə nəzərdən keçirək. Həmçinin buradakı ifadəni də deyə bilərik. The pay of worker depends də baxın, buradan da asılıdır. Həmçinin digər cümlələrdə də deyə bilərik. Yəni, əsasən işçinin, Yapon işçisinin işi üçün heç bir şey üçün müddət olmasa, biz burada qeyd edə bilərik ki, artıq şirkət başqa iş üçün onu məşq elətdirəcək və onu yəni buraxmayacaq, işdən çıxartmayacaq. Burada belə bir ifadə var. Instead, it will retrain him for another position. Yəni, onlar üçün daha uyğun bir pozisiya axtarırlar bir növ. Buna görə də 7-də C olacaq. 8-də, what does the word benefit mean in the passage? Benefit sözü faydalı, gəlirli mənasındadır. Bəzən ola bilər ki, elə bir söz olsun, siz onun mənasını başa düşmədiniz. Elə olduqda maksimum variantlardakı sözlərdən bilirsinizsə, cümlədə yerinə qoymağa çalışın ki, görün uyğun gəlir, yoxsa yox. Burada deyir ki, if he did move, he would also lose valuable fringe benefits. Əgər bir hərəkət etsəydi, he would also lose valuable fringe benefits. Fringe benefits də deyir ki, yəni öz dəyərli bir növ əldə etdiyi gəliri əldə edəcək mənasındadır ki, hansı ki bu da onlara daha çox dəyərli gəlirli bir pul cəhətdən mənfəətli bir şey olduğunu göstərmək üçün verilir. Bu da olacaq profit. Ümumiyyətlə pul məbləğində qiymət, dəyər və faydadan danışırsa profit ifadəsini rahat bir şəkildə verə bilərik. 9-cu, which sentence can start the second paragraph? İkinci abzasımız hansı cümlə ilə başlaya bilər? Əvvəla fikir verirsiniz ki, burada he var. He artıq onu göstərir ki, əvvəlki cümlədə həm kişi cinsində insan adı ola bilər, yəni bir insan qeyd olunur ki, onu he ilə əvəz etmişik. Bu sizin üçün bir açar söz olmalıdır. Sonra he has a secure job for life. Həyatı üçün uyğun bir peşəsi var. Therefore he will not be laid off if the company no longer needs him because yəni artıq onun iş həyatından, iş həyatından danışdığımız üçün variantları bir-bir tərcümə edib buna nəzərən biz artıq görürük ki, A variantını verməyimiz daha məqsəd uyğundur. Çünki qeyd edir ki, generally when a person joins a firm after leaving university. Person sözünü qeyd edib sonra he ilə əvəz edirik ki, əgər bir insan universiteti bitirdikdən sonra bir şirkətə işləyirsə, he expects to stay with that firm until he retires. Təqaüdə gedənə qədər orada qalmağı düşünür, gözləyir. He has a secure job for a life da artıq buna bir işarədir. Sonra 10-da deyir ki, hansı sualın cavabı var? Birinci deyir ki, how many young managers are there in Japan? Yaponiyada neçə gənc menecer var? Bunun sayı haqqında məlumat verilməyib. İkinci, what do the Japanese name the type of decision making? Deyir ki, Yaponların adı onların qərar vermək növünü necə alır? Yaponlar ümumiyyətlə deyir ki, qərar vermək növünü necə adlandırır? Bunu biz deyə bilərik abzas olaraq. Diqqətlə baxaq. 3-cü abzasımızda tam bir cümlə kimi olmasa da 2-3 cümlə orada artıq belə bir ifadə gəlib ki, they call it, o ifadəni tapaq. Burada bizə qeyd edirlər əsasən. O hissəni istəyirəm, mən sizə göstərim. İkinci abzasda deyil, üçüncü abzasda olmalıdır. They call it, it's the consensus system. Yəni sistemi necə adlandıqları qeyd olunur ki, artıq biz onun cavabını olduğu kimi götürə bilərik.
So, ikinin cavabı var. Üçündə why doesn't the manager take into consideration junior staff's ideas? Niyə? Deyir ki, menecer bu gənc heyətin ideyalarını nəzərə almır. Axı biz orada qeyd edirik ki, nəzərə alır, onların fikrini önəmsəyir. Buna görə 3 yanlışdır. 4-də qeyd olunur ki, is there any disadvantage to decision making? Qərar verməkdə hər hansı bir dezavantaj varmı? Əslində bu da elə bizim 3-cü abzasımızda verir. Çünki qərar verməklə bağlı burada danışılmışıq ki, həmçində belə bir ifadə var ən sonuncu cümlədə. A disadvantage perhaps is that decision making can be slow. Yəni ki, dezavantaj, qərar verməyin dezavantajı daha yavaşlada bilər həmin qərar vermə prosesini. Yəni burada heç dezavantajı varmı? Bəli, deməli dezavantajı var. 5-cidə who chooses managers who are 70 years old? 70 yaşlı menecerləri kim seçir? Belə bir məlumat verilməyib bizə ki, kim seçir onları? Staff mı seçir, müdür mü seçir və s. Bunun üçün olacaq cavab 2, 4. Digər mətnimizə nəzərdən keçirik. Həmçinin bu mətndə də biz diqqətli şəkildə baxmalıyıq ki, sualları nəzərdən keçirməliyik və suallara uyğun onların cavablarını təyin etməliyik. Bunun üçün də gəlin birinci sualımıza baxaq. Birinci sualımızda 11.1-də qeyd edir ki, getting married is a possible factor in heart attack. Evlənmək, yəni ürək xəstəliyində ən mümkün faktordur. Görək bu ifadə doğrudurmu, yanlışdırmı? Bizə bu haqda daha çox verilmişdi 4-cü abzasda ki, görək orada həmin informasiya doğrudurmu, yoxsa yanlışdırmı? Statistics reveal that heart attack rates increase significantly for both females and males in the few days immediately preceding and following their birthdays. And unmarried men are more at risk for heart attacks than their married counterparts. Deməli, evlilərdənsə evli olmayan kişilərin, yəni infarkt keçirməyi, ürək xəstəliyi tutması riski daha çoxdur. Deməli, bu olacaq false. A large rate of heart attacks happens in cold weather. Bu ürək xəstəliklərinin çox sayı soyuq havalarda baş verir. Bu da bizə daha çox verilmişdi 2-ci abzasımızda. Diqqətlə nəzərdən keçirək. Orada qeyd edir ki, however, according to new studies, the list of risk factors may be significantly longer, not quite surprising. Heart failure, for example, appears to have seasonal and temporal patterns, and also in cold weather, higher percentage. Daha yüksək səviyyədə soyuq havalarda olduğunu qeyd etdiyinə görə 11-2 turu olacaq. A rise in hormones scarcely influences heart attacks. Deyir ki, hormonlarda olan bu yüksəliş ürək xəstəliyinə təsir etmir. Burada scarce ifadəsi yeni olduğu üçün bu bizə artıq işarə verir ki, hormonların əksinə qalxmağı, inkişafı daha çox ürək xəstəliyinə təsir edən nüanslardandır. Hansı ki, o da burada qeyd olunmuşdu. 3-cü abzasımıza diqqətlə baxaq. Heart rate, concentration, heart stimulating hormones plus reduction of blood flow to the heart may all contribute to higher instance of heart attacks. Yəni, qeyd edir ki, ümumiyyətlə qan təzyiqində olan artım, ürəyin sürətli döyünməsi, ürək stimulyasiyası hormonlarının qalxması, qan axınının azalması ürəkdə, bunlar hamısı ürək xəstəliyinin, infarktın daha yüksək nəticələrinə gətirib çıxara bilər. Deməli, bu da artıq nə olacaq? 11-3-də biz bunu səhv götürəcəyik, yəni false. Çünki scarce ifadəsi var. Scarce olmasaydı, o artıq təsir etdiyini göstərəcəkdi və turu götürəcəydiniz. 11-4-də heart failure is considered the deadliest disease in the United States. Deyir ki, yəni bu ürək xəstəliklərinin uğursuzluğu, ürək xəstəlikləri Amerikada ən ölümcül xəstəlik kimi hesab edilir. Bu da bizə qeyd olunub, baxın, eminim birinci abzasımızda elə belə bir əsas gətirmişik ki, as heart disease continues to the number one killer in the United States. Killer deadliest ifadəsi sinonim olduğu üçün 11-4 turu olacaq. 12-ci sualımıza nəzərdən keçirək. In the mid-1980s, 1980-ci ilin ortasında. O ifadə buradadır və bunu nəzərdən keçirərək biz artıq cavabımızı təyin edə bilərik. Cardiologists first observed this morning phenomenon in mid-1980s and have since discovered a number of possible causes. Kardioloqlar ilkin olaraq 1980-ci ilin ortalarında belə bir this morning phenomenon, yəni bu səhər belə bir anlayış müşahidə ediblər və mümkün səbəblərin sayını kəşf ediblər. And early morning rise bayaq dediyimiz cümlələrlə əlaqəli olaraq kardioloqların artıq bir növ nəzəriyyəsini biz burada tapmış oluruq. Və buna nəzərən də biz getirəcəyik ki, lots of causes of heart attacks were noticed and have been discovered since then. O vaxtdan bəri ki, burada dedik ki, since discovered, o vaxtdan bəri artıq onun bütün mümkün səbəbləri qeyd olunmuşdu.
13-də what does the word reduction mean in the passage? Bayaq dedik ki, reduction of blood flow nə deməkdir? Qan axınının azalması. Bir şeyin miqdarının, ölçüsünün, kəmiyyətinin azalması mənasındadır. Buna görə olacaq. The process, görək hansı daha çox elə bunu verə bilərik ki, and so the process of making something smaller or less in amount, size or importance. Deməli 13-də götürəcəyik A. 14-cü. What has been known about high-fat diets and life in the fast lane? Burada iki söz arasındakı bir növ fərqi bizə göstərmək istəyir. High-fat diets and life in the fast lane burada terminoloji bir şeydir. Yəni yüksək yağlı olan qidalar və həmin prosesdə olan onların həyat dövrü də nə bilinir? Has been known. Onlar barədə nə hesab olunur? Bu da daha çox bizim elə birinci cümləmizdə qeyd olunur ki, birinci abzasımızda daha çox deyə bilərik ki, high-fat diets and life in the fast lane have long been known to contribute to the high incidence of heart failure. Bunu da biz yenə paraphrase edib yazmalıyıq ki, düzgün şəkildə mənanı verə bilək. Bu da ki, B variantı olacaq. It is one of the factors that cause a high rate of heart attacks. Yəni, infarktın, ürək xəstəliyinin yüksək dərəcəsinin səbəblərindən biridir. 15-də deyir ki, hansı sualın cavabı var? Gəlin buna da diqqətlə qulaq asaq. Birinci, when do people witness heart failure less? İnsanlar nə vaxt bir növ bu xəstəliklərlə daha az üzləşirlər, daha az şahid olurlar? Biz daha çox şahid olduğumuz yer dedik ki, United States'də ən çox sayı olur, amma az qeyd etməmişik. Which factors may contribute to heart attacks? Hansı faktorlar gəlir ürək xəstəliyinə çıxara bilər? Onu da qeyd etdik ki, an early morning's rise, blood pressure, qan təzyiqinin artması, qan axınının azalması, ürəyin tez-tez döyülməsi və s. contribute edir, yəni ona gətirib çıxarır. Üçüncü, why are people unwilling to follow doctor's advice? Niyə insanlar həkimlərin məsləhətlərini izləməyə həvəssizdirlər? Səbəbi verilməyib bunun. Ona görə götürə bilmirəm. Dördüncü, how many people experience heart disease in cold weather? Burada qeyd olunur ki, nə qədər insan soyuq havalarda ürək xəstəliyini müşahidə edə bilər. Burada da insanların sayı verilmədiyi üçün götürə bilmirik. Beşinci, which marital status poses a risk for heart failure? Marital status o deməkdir ki, evli və ya subay hansı faktorlar ürək xəstəliyinə daha çox düşə bilər, risk daşıya bilər? Bunu da biz qeyd etdik ki, daha çox evli olmayan insanlar bu faktorlarla rastlaşa bilərlər. Deməli, cavabımız olacaq 2, 5. 16-cı bizdən modal feil istəyir. Modal feil olduqda diqqətlə nəzərdən keçirməliyik ki, needn't əgər modal feil kimi verilirsə, özündən sonra heç vaxt to gətirə bilməz. Hasn't to deyə bir versiya yoxdur. Doesn't have to olmalıdır. Have to, has to, had to modal feili sual və inkar yarada bilmir. Do, does, diddən istifadə edilməlidir deyə D variantda gedir. Həmçinin burada da qeyd etdik ki, has not to ola bilməz. Doesn't have to olmalıdır. Gedir, qalacaq B variantı. 17-də bizdən uyğun variant istəyir. Vacant seats görürük ki, cəmlədir. Buna görə another ifadəsi verilməz. Another'dan sonra sayılan tək isim gəlməlidir. Others'dan sonra isim gəlmir. Every'dən sonra tək isim gəlir. A və D arasında qalırıq. Another'da an article olduğuna görə heç vaxt əvvəlində bir əvəzlik götürə bilməz. Buna görə A da gedir, yerinə D variantı qalacaq. Sonra 18-ci sualımıza diqqətlə nəzərdən keçirək. 18-ci sualımızda sizin öyrəndiyiniz topic vocabulary'də olan ifadələr var. Antonimləri seçməliyik. Savory dadlı mənasındadır, amma acılı, duzlu. Tasty isə daha çox o da dadlı mənasındadır. Yəni bunlar antonim deyil. Amatör, məsələn, bir oyunları, idman oyunları könüllü şəkildə oynamaqdır. Volunteer könüllü deməkdir. Bunlar da antonim getmir. Trainer məşqçi, referee hakim deməkdir. Sinonim deyirlər, amma antonim də deyirlər. Çünki əks mənalı deyil. Consumption, yemək yemək, qidalanma, istehlak. Digestion, həzm etmə. Bunlar da bir-birinə sinonim olmasalar da əks mənada istifadə olunmur. Departure, gediş, arrival, gəliş. Bunlar antonimdir və ona görə də A variantını götürəcəyik. 19 tərcümə tələb edir. Make up story. Storyləri qurduqda he ilə başlaya bilmərəm təbii ki. Çünki he-nin hələ bir kim olduğunu qeyd etməliyik ki, sonra onu he ilə əvəz edək. Yadda saxlayın. Həmişə bir he varsa bilin ki, ondan başlamaq olmaz. Bir gedir məsələn. Sonra dördüncüyə baxıram, yenə he var deyib, dördüncü də gedir. İkini götürürəm, one day a man came home. Bəli, giriş verirəm ki, bir gün bir insan evə gəldi. Sonrasında üç gəlir ki,
O pəncərəyə dırmaşdı, çətin ki, pəncərəyə niyə dırmaşdı? Bunun səbəbini birinci deməliyəm sonra. Buna görə B də gedir. 4 gələcək ki, he saw that his door was locked. O gördü ki, qapı bağlıdır. Okey. Sonra 3 gətirərəm ki, qapı bağlıdır, pəncərədən dırmaşdı və otağa çətinliklə daxil oldu. Sonrasında işte görək nə verə bilərik. 5 də gəlir, fikir verirsiniz, eyni gəlir. O deyir qonaq otağında, stolunda gördü ki, onun üçün məktub var. Ya verəcəyik ki, məktubu oxudu. Dear John, I'll come late. They will be under their door. Read the letter. Deyir ki, əziz John, mən gec gələcəm. Açar qapının altına. Yəni birinci məktubu oxuyar, sonra Dear John qeyd edərik. Olacaq 1, 6. Gedir. D variantı isə səhvdir. Olacaq A variantı. 20-ci və sonuncu sualımız zamanla əlaqədardır. By the time ilə bağlı belə bir qeydimiz var ki, by the time ifadəsi cümlədə olduqda cümlə bitmiş olmalıdır. İki cümləni birləşdirdiyi üçün by the time-dan sonra gələn cümlə, yəni budaq cümlə ya past simple ya da present simple da olmalı. Yəni ya keçmiş sadə, indiki sadə. Were-lə verilə bilməz, gedir çünki biz burada bir feil verməliyik. Ya get də ola bilməz. Ya da got. Əgər got verirsinizsə, keçmiş bitmiş olmalıdır. Get verirsinizsə, gələcək bitmiş olmalıdır. D gələcək bitmiş olmadığı üçün will have started olsaydı bəlkə cümləyə uyğun vermək olardı. Y-də uzlaşma pozulub, keçmişlə indiki verilə bilməz, qalacaq B variantı. By the time we got to the cinema, the movie had already started. Biz sinemaya gələnə qədər film artıq başlanmışdı. Ümid edirəm ki, suallar hər birinizə aydın oldu yoldaşlar, hər birinizə uğurlar, bol şans. Hələlik.